Prezidentin iştirak etmədiyi tədbirdə hansısa bir Ağsaqqallar Şurasının sədri yaxasına Georgi lentini asır və deyir ki, burada da pis bir şey yoxdur. Buyurun. Ləman xanım, bilirsiniz, hansısa bir psixi qüsurları olan bir insan da o bayraq götürüb gələ bilər, yaxud elə həqiqətən də Sovetlər Birliyinin nostalgiyasını yaşayan da kimsə ola bilər, yaxud yenidən Sovetlər İttifaqının yaranmasını istəyən birisi də ola bilər. Yəni, əlbəttə, belə bir insanın hətta bir nəfər də olsa belə olması hamımızı düşündürməlidir, amma bizi daha çox narahat eləməlidir ki, o tədbirdə iştirak edənlərdən kimsə çıxıb o bayrağı oradan qoparıb atmayıb yerə. Yaxud ağıllarına gəlməyib bəlkə. O adama orada ağıla gəlməyən nə var ki? Yəni, yaxud o adamlardan kimsə o danışanda onu fitə basmayıb, yaxud elə gedib onun yaxasından o Georgi lentini çıxarmayıb ki, biz özümüz müstəqil dövlətik və s. Və mən əminəm ki, o lentə mən baxmamışam, amma bəlkə də onun sonunda alqışlayıblar o çıxışından sonra həmin adam. Ona görə ki, bəlkə də o adamları elə o yığan da ora onun özü olub. O adamlar da onu alqışlayıblar. Mən bunu oxuyanda və mətbuatda bu istiqamətdə müzakirələrin aparılmadığını mən görmədim də, aparıldığını görmədim ki, niyə kimsə bir nəfər bu haqda danışmadı. Bu adam danışmadı və o bayrağı niyə oradan çıxarmayıblar. Sonra öz-özümə belə bir fikirləşdim ki, görəsən, bax, biz təklif vermişdik partiya olaraq ki, əslində 8 mayda Bakıda özümüz qələbə paradı keçirək. Ona görə qələbə paradı keçirək ki, mən buradan sizin efirdən... Bizim efirdə demişdiniz, bəli. Biz ən çox itki verən ölkəydik. Bax, Gürcistan'da da Ermənistan'a misal çəkmişdim ki, onlarda müharibə qutaranda əhalinin sayında artım var idi, bizdə 27% azalma var idi. Mən bu faktı tez-tez belə təkrarlayıram ki, insanlarımız xeyli düşünsünlər bu barədə. Yəni, biz bunu özümüz keçirə bilərdik də, bu təklif eləmişdim ki, özümüz keçirdik. Heç əsgərlərimizi də oraya göndərməyək. Onlar da bizim ailə baş komandanın qabağından əsgərlərimiz keçsin və ona kes versinlər də, yəni belə ona əsgərə salam versinlər. Yəni, ona xitabən bir vəziyyət alsınlar yeriyəndə. Amma indi qərara alındı ki, yəni Rusiyada bizim böyük qonşumuzdur, Sovetlər İttifaqının həm də hüququ varisidir. Rusiya keçdirsə də biz də əsgərləri göndərək, keçsinlər, orada keçsinlər. Əlbəttə, prezident oraya getmədi. Prezidentin də mən getməyində də, getsəydi də mən buna normal qarşılayardım, açıq söyləyirəm sizlə. Dediyim kimi, ona görə ki, bizim haqqımız satır qələbədə iştirak etməyə. Həm də mən açıq demişdim ki, prezident əgər qatılacağı təqdirdə bu qərar prezidentin öz qərarı olmalıdır. Orada amma Putin qarşısında mütləq bizim təyyarənin vurulmasıdır, bu kiber hücumlardır. Sonra Azərbaycanın hörmətsiz formada hava limanından geri qaytarılması məsələsi müzakirə mövzusu olmalıdır və ona görə ki, bu təxribatların qarşısını yalnız Rusiya prezidenti ala bilər və həmin təxribatçıların da kimliyinin müəyyənləşdirilib cəzalandırılmasını da yalnız o təmin edə bilər. Amma bizim Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı açıqlamasına Rusiya Xarici İşlər Nazirliyinin heç bir cavab verməməsi görünür o son damla oldu. Əslində prezident xatırlayırsınızsa və gedəcəyini bəyan eləmişdi, yəni deyilmişdi ki, gedəcək prezident, razılıq vermişdi. Amma görünür ki, artıq prezident qərar qəbul elədi ki, yox, buna getmək lazım deyil. Mən bu paradla bağlı fikirləşdim ki, bax, o parad həmin bu hadisədən sonra, bu imişli hadisəsindən sonra bizim əgər bu parad Bakıda keçirilsə və belə götürək də şərti olaraq və deyilsəydi ki, ora paylansaydı bütün idarə, müəssisə təşkilatların rəhbərlərinə ki, bu Georgi lentlərini paylayan insanlara, yəni insanlar bu lentlərlə gəlsinlər parada. Neçə nəfər ondan öz-özümə fikirləşdim ki, neçə dövlət qulluqçusu bundan imtina eləyərdi, neçə bizim dövlət idarə müəssisəsində çalışan insan bundan imtina eləyərdi. Yəni, deyirsiniz, taxıb gedərdilər, eləmi? Yəni, onu siz deyirsiniz, amma mən hesab edirəm ki, bu ciddi düşündürücü bir məsələdir. Niyə düşündürücüdür? Ona görə ki, baxın da, İmişlidə, o tədbirdə yəqin ki, bir onlarla, ola bilsin ki, 100-dən də artıq insan olub, indi kənd yerində keçirilən tədbirdir. Yəni, əgər bir adam qalxıb oradan o bayrağı çıxarmırsa, deməli, narahat olmağımıza ciddi əsas var. Deməli, Azərbaycan insanı artıq bu siyasi proseslərdə çox biganədir və heç nəyə reaksiya vermir. Çox təəssüfdə.
Çox təəssüf. İndi o Ağsaqqallar Şurası da yığışı bu adamı işdən çıxartmasaydı, yəqin ki, elə mətbuatda bir-iki dənə yazı gedəcəkdi, bundan da məsələ qutaracaq. Ona görə mən bunu söyləyirəm ki, biz doğrudan da ciddi düşünməliyik ki, niyə cəmiyyətimiz yəni bu vəziyyətdə? Yəni bu çox ciddi düşündürücü bir məsələdir də. Yəni Rusiya bizim içərimizdə çox iş görüb anlamına gəlirmi Qüdrət bəy bütün bunlar? Yəni bizim doğrudan da cəmiyyət belə deyək də, yəni mən inanmıram ki, biz neçə ildir artıq müstəqilliyin o dadını, tamını yaşayan adamlarıq. Hamımız, siz, biz o nəsillik ki, biz də elə SSR dönəmində yaşamışıq. Bizim də nostalgiyamız ola bilər və s. və ilaxır. Amma kimsə məni məcbur eləyə bilərmi mən yaxıma Georgi Lenintini taxım? Çünki Azərbaycanlıyam, müstəqil ölkəmi sevirəm. Sadəcə olaraq görürsünüz, mən demədim ki, bütün dedim dövlət idarə müəssisə təşkilatlarında çalışanlara diqqətli tamaşaçılar da yəqin bunu tutdular. Yəni insanlar iş yerlərini itirməmək üçün tutaq ki da, yəni mən əminəm ki, böyük bir qismi o lenti heç bir tərəddüd keçirmədən yaxalarına taxıb gedib o tədbirdə iştirak edəcəklər. Vaxtilə Bakının özündə də bir yürüyüş təşkilləmişdilər. Rusiya bayrağı ilə falan. Onda da heç kim o Georgi lentləri ilə sinələrində xatırlayırsınız da. Bəli. Yəni heç kim o vaxtda bunu cəmiyyətin böyük bir hissəsi normal qarşıladı. Bilirsiniz, o başqa dövlətin Rusiyanın ərazisinə getmisənsə, indi qonaqsansa, mən başa düşürəm o sizin bir taxmışdı o lenti. Ola bilsin ki, bizim prezident geçsəydi, mən bilmirəm onu taxardı, taxmazdı. Amma o, bilirsiniz, o tədbirin bütün iştirakçılarına təqdim olunursa... Yəni simvolik bir şeydir demək istəyirsiniz? Simvolik mənada bir şeydir. Amma düzdür, Azərbaycanın özündə artıq burada taxılması və xüsusilə də SSR-in bayrağı ilə paralel olaraq o biraz narahat edicidir. Narahat edici məqamdır və yenə də dediyim kimi ona etiraz olunmaması. Yəni o adama o sahibkardır, bəlkə də suyu da belə deyil, üfür içir. Soyuducudan götürüb ondan sonra üfürüb içir. Kimsə ola bilər ki, onun qulağına bir hansısa bir təxribatçı nəsə pıçıldaya bilər və o da onu eləyər. Amma reaksiyadan söhbət gedir ki, cəmiyyətin reaksiyasından. Mən dövlət əslində buna haqlı olaraq qatışmır bu məsələyə. Bu da əlavə Rusiya ilə münasibətlərdə yeni bir qızğın, gərginliyin yaranmasına yol aça bilər. Bizə də bu dəqiqə o lazım deyil. Rusiya bizim böyük qonşumuzdur, orada dəfələrlə söyləmişəm. 2 milyona qədər Azərbaycanlı yaşayır, onlar bura ailələrini orada işləyib pul göndərirlər. Məsələn, vaxt var idi 4 milyard göndərirlər, indi 470 milyon dollar pul göndərirlər. Amma bunun özü də böyük puldur. Hər halda bir çox ailələrin artıq dolanışığı deməkdir. Özdə o pul gəlir, nəyə gedir? Gündəlik tələbat mallarına, qənd, çay, su alınmasına gedir, kommunal xərclərin ödənməsinə gedir. Bizim gənclər üçün belə deyək də iş yerləridir, orada əmək bazarıdır. Bizim kənd təsərrüfatı məhsullarını onlara satırıq. Avropa birisi də keyfiyyətinə görə onları qəbul eləmir, o məhsulların çoxunu. Hətta bizim balımızı belə Avropa qəbul eləmir ki, tərkibində siz arılara çoxlu dərmanlar verirsiniz, keyfiyyət o standart deyil, ona görə də onlar qəbul eləmir Avropa standartlarına uyğun olmadığına görə. Ona görə də məhsulumuzu da satırıq onlara. Bu baxımdan Rusiya ilə biz münasibətləri qorumalıyıq. Amma bu demək deyir ki, Azərbaycan öz dövlət müstəqilliyindən, öz suverenliyindən bir addım yox, belə bir qarış, 1 santimetr geri durmalıdır. Təbii. Amma dediyim kimi bir çox hallarda da bəzən çox belə qeyri-adekvat reaksiyaların da mən tərəfdarı deyiləm, amma cəmiyyət daha çox onun üzərində köklənməlidir ki, insanlarımız niyə bu qədər biganə olublar, siyasi proseslərə bu qədər biganə olublar, insanlar niyə məsuliyyətdən qaçırlar, hər şeyi buraxıblar dövlət hakimiyyət orqanlarının üzərinə. Bax, indi də ictimai qanaq qalıb bir qıram, amma dövlət orqanlarından müəyyən addımın atılmasını gözləyir. Heç kim öz üzərinə konkret bir vətəndaş olaraq məsuliyyət götürmək istəmir, məsuliyyət daşımaq istəmir. Ona görə ki, məsuliyyət dediyim kimi də qorxu hissi yaradır və insanlar da aydındır. Və yeri gəlmişkən əziz tamaşaçılar, Azərbaycanın keçmiş təhsil naziri, Azərbaycan Respublikası Ağsaqqallar Şurası İdarə Heyətinin
üzvü Misir Mərdanov açıqlama verib həmin İmişli hadisəsi ilə bağlı. Keçmiş nazir bildirib ki, Salih Səmədovun bu addımı səhvdir. İmişli hara, Georgi Lenti hara, SSR bayrağı ilə çoxdan qurtarmışıq. Vaxtilə Ulu Öndər üç rəngli bayrağımızı qaldırıb bizi ondan azad etmədimi? Bu tamamilə separatçı və Azərbaycanın bugünkü siyasətinə uyğun gəlməyən bir hərəkətdir. Bunu kim edibsə çaşıb. Mən belə fikirləşirəm deyib və Misir Mərdanov Salih Səmədovun Türkiyə bayrağı ilə bağlı açıqlamasına da münasibət bildirib. O, bu açıqlamaya qələt edir deməklə kifayətlənib. Yer gəlmişkən Salih Səmədov Modern Aza açıqlamasında özünə haqq qazandırıb və hətta Azərbaycanda qardaş Türkiyənin bayrağına olan sevgiyə də nifrət püskürüb deyə xəbərlər deyilir. Burada bir hansısa bir əl, mənə elə gəlir ki, bir gizli əl oynayır Qüdrət bəy. Mən belə başa düşdüm ki... Mən maraqlandım, dedilər onun Rusiyada da biznesi var, hətta Krımda belə özünün biznesi var bu adamın və Azərbaycanda da bu spirtli işlər istehsalı ilə məşğul olan bir adamdır, geniş maliyyə imkanlarına sahib olan şəxsdir. O baxımdan hesab edirəm ki, bəlkə də özünü toxunulmaz sayır və Rusiyadakı biznesi var. Ola bilsin ki, Rusiyanın siyasi dairələrinə xoş gəlmək üçün belə bir addımı atıb